Əvəzliklərlə bağlı olan bu testimizə baxaq. Demək, burada avtomatik olaraq B və D variantlarını çıxacağıq. Niyə? Çünki biz öyrənmişik ki, yiyəlik əvəzliklərinin aslı və müstəqil işlənən formaları var. Mine, theirs müstəqil işlənən formalardır. Yəni, müstəqil işlənən forma o deməkdir ki, mine, theirs bunlardan sonra isim işlənə bilməz. Testimizdə isə parents ismi işlənmişdir. Yəni, bu kiminsə valideynləri demək istəyir. Yəni, mine mənimki, theirs onlarınki, mənimki valideynlər və yaxud da onlarınki valideynlər biz deyə bilmərik. Ona görə də B və D variantları avtomatik olaraq çıxır. Digər variantlara baxsaq, hələ suala baxmadan, C və E variantlarında isə ikinci tərəf. Demək, burada our, her uyğun gələ bilər. Məsələn, our parents bizim valideynlərimiz, her parents onun valideynləri. Bu birinci tərəfə uyğun gələ bilər. Lakin burada ikinci bir boşluq da var və bu ikinci bir boşluqdan sonra weren't işlənmişdir. Və burada weren't biz bilirik ki, cəmi bildirir. She'dən, he'dən sonra biz were işlədə bilmərik. Burada biz was olsaydı bu haqda düşünə bilərdik. Yəni, burada avtomatik olaraq C, E, B, D variantları gedir. Yəni, biz hələ testə baxmamışdan variantlarla düzü səhvi tapa bildik. Demək, burada my parents were in Malaya, they weren't in France. Mənim valideynlərim Malayada idilər, onlar Fransada deyildilər. Doğru variantımız A variantı. My əvəzliyindən sonra demək, isim işlənir. Özündən sonra isim tələb edir. Bu, yiyəlik əvəzliyinin aslı formasıdır. Aslı forma özündən sonra isim tələb edir. Müstəqil forma isə özündən sonra isim tələb etmir. They də özündən sonra xəbəri cəmdə tələb edir. Şəxs əvəzliklərinin adlı formasıdır. Cümlənin əvvəlində işlənir. Doğru variantımız A.